Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş insanların qəhrəmanlığından ruhlanır. Onların şəhidliyinə görə fəxr edirik. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli kütləvi qırğın hadisəsi törədildi. Bu hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını taxtların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görülməmiş qəddarlıq etsə də, milli qürurumuzu qıra bilmədi. ...1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatları və SSR Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini bərk edib